Vensin Bakı səfəri Kremlə xəbərdarlıqdır. Zəngəzur-Naxçıvan xəttində nə baş verir? İmperiya sərhədlərinin sonu çatdı. Rusiya böyük Avraziya prosesinə başladı. Azərbaycan İranla sərhədi açır. İrəvan və Ankara üçün geri sayım başladı. Amerika Birləşmiş Ştatları vitse-prezidenti James David Vensin regiona səfəri başlayır. 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək. Vens 2008-ci ildə regionu ziyarət edən Dick Cheney'dən sonra Bakı və İrəvana gələn ilk vitse-prezidentdir. Səfər iki ştrix üzrə qiymətləndirilə bilər. Birincisi, Amerika Birləşmiş Ştatları 18 il sonra regiona yenidən xüsusi diqqət ayırır. İkincisi, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz siyasətinə ənənəvi Tiflis xətti yox, Bakı-İrəvan xətti üzrə yanaşır. Hər iki ştrix Zəngəzur dəhlizi üzərində birləşir və bu layihə Amerika Birləşmiş Ştatlarının təkcə regionda Rusiya və İrana qarşı mövqelərini gücləndirmir. Eyni zamanda Orta Dəhliz marşrutu ilə Mərkəzi Asiyaya çıxışa, Çindən Avropaya uzanan xəttə nəzarət etmək, Avraziyadakı ambisiyaları cilovlamaq imkanı qazandırır. 2008-ci ildən sonra Amerika Birləşmiş Ştatlarından Cənubi Qafqaza yüksək ranqlı məmurun gəlişi bu kontekstdə diqqət çəkir. Vensin gündəliyində iki məsələ xüsusi yer tutur. 1. Vaşinqton anlaşmalarına əsasən Bakı-İrəvan xəttində sülh gündəliyinin inkişaf etdirilməsi, Amerika Birləşmiş Ştatları vasitəçilik etdiyi prosesin məntiqi sonluğunu görmək istəyir və istisna deyil ki, səfərdən sonra Azərbaycan və Ermənistan arasında qarşılıqlı əlaqələrin güclənməsi, ticarət əlaqələrinin genişlənməsi, tranzit imkanlarından yararlanma və sair istiqamətində addımlar intensivləşə bilər. 2. TRIP layihəsinin, yəni Zəngəzur dəhlizinin praktiki icrasını sürətləndirmək. Bu, Amerika Birləşmiş Ştatları üçün Cənubi Qafqazda orta dəhlizdə mövcudluq, eyni zamanda Mərkəzi Asiya ilə əlaqələr baxımından vacibdir. Əslində, Vensin regiona səfəri Vaşinqtonun Bakı-İrəvan sülh prosesinin və regional kommunikasiyaların zamini olduğunu yerində nümayiş etdirmək kimi də oxuna bilər. Burada diqqət çəkən məqamlardan biri Dick Cheney'nin 18 il öncəki səfərindən sonra regionda nələrin dəyişdiyidir. Cheney'nin səfəri Rusiyanın Gürcüstana işğalçı hücumundan sonra baş vermiş və Moskva qarşısında region ölkələrinin müdafiəsi məqsədi daşıyırdı. Vensin gəlişində də Kremlə regiona müdaxilə Amerika Birləşmiş Ştatlarının maraqlarına müdaxilədir mesajı yer alır. Xüsusilə Moskvanın Bakı-İrəvan sülh prosesinə daxil olmaq və Zəngəzur dəhlizindən pay almaq istəkləri fonunda. Hərçənd 18 il öncəki dövrdən fərqli olaraq, hazırda Moskvanın regiona müdaxilə imkanları xeyli zəifləyib. Rusiya yeni regional reallıqda mövqelərini müəyyən qədər də olsa, qorumağın yollarını axtarır və prosesin arxa fonunda Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa can atdığı görünür. Lakin paralel şəkildə Azərbaycan və Ermənistana təzyiq cəhdləri də müşahidə edilir. Mümkündür ki, Vensin səfərindən sonra Moskvanın belə cəhdləri yenidən aktivləşsin. Ermənistanda seçki öncəsi vəziyyətə müdaxilə cəhdləri gözləniləndir. Azərbaycana qarşı da ritorik informativ təzyiqlər intensivləşə bilər. Cənubi Qafqazda sərhədlər dəyişmir, amma sərhədləri müəyyən edən imperiya məntiqi dağılır. Naxçıvan ətrafında baş verən son proseslər də məhz bunu göstərir. Söhbət xəritənin yenidən çəkilməsindən yox, xəritəni çəkənlərin oyundan çıxmasından gedir. Bu həqiqət Amerika Birləşmiş Ştatlarında yayımlanan Evrasiya Daily Monitor nəşrində politoloq Paul Goebel tərəfindən açıq şəkildə ifadə olunub. Onun yazısında əsas fikir belədir. Bu addımlar faktiki olaraq Moskva və Qars müqavilələrini qüvvədən salır. Naxçıvan Muxtar Respublikasının sərhədlərini və statusunu tam şəkildə Bakının ixtiyarına verir. Bu cümlə sadəcə hüquqi şərh deyil. Bu, bir əsrlik imperiya konstruksiyasının sonunun elanıdır. 1921-ci ildə Moskva və Qars müqavilələri Naxçıvanı Azərbaycanın tərkibində saxlayırdı, amma onun taleyinə tam sahib çıxmağa imkan vermirdi. Moskva və Ankara zəmanətçi idi. Busa əslində suverenlik yox, nəzarət mexanizmi idi.
Xüsusən Moskva üçün Stalin dövründə Zəngəzurun Naxçıvanla Azərbaycanın arasına salınması təsadüf deyildi. Məqsəd Türkiyə ilə Türk dünyası arasında quru əlaqəni kəsmək, Azərbaycanı coğrafi baxımdan parçalamaq idi. İndi isə Naxçıvan Konstitusiyasından bu müqavilələrə istinadın çıxarılması həmin mexanizmin sökülməsi deməkdir. Bu addım Moskvanın hüquqi alətini əlindən alır. Türkiyə üçünsə problem yaratmır. Çünki Ankara artıq öz mövqeyini tarixi sənədlərlə yox, real müttəfiqliklə qoruyur. Azərbaycan-Türkiyə münasibətləri zəmanətə ehtiyac duymayan mərhələyə keçib. Paul Gobel məqaləsində bu prosesi daha geniş kontekstdə qiymətləndirir və Naxçıvanı Amerika Birləşmiş Ştatlarının təşviq etdiyi yeni nəqliyyat arxitekturasının əsas hissəsi kimi göstərir. Bu konstitusiyon dəyişikliyi gələcəkdə həm status, həm də sərhədlərlə bağlı dəyişikliklər üçün yol açır. Burada qorxulu olan sərhəd dəyişikliyi deyil, qorxulu olan imperiya mərkəzlərinin nəzarət imkanlarını itirməsidir. Məhz buna görə Moskva və Tehran prosesi təhlükə kimi təqdim edir. Halbuki, faktiki olaraq baş verən Azərbaycan daxilində hüquqi asimetriyanın aradan qaldırılması, Naxçıvanın xüsusi nəzarət zonası statusundan çıxarılmasıdır. Zəngəzur-Naxçıvan xətti artıq təkcə Azərbaycan üçün deyil, Çin, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları üçün də əhəmiyyətli marşruta çevrilir. Bu xətt nə qədər açıq və funksional olarsa, Moskvanın region üzərindəki təsir rıçaqları bir o qədər zəifləyir. Rusiya vəziyyəti anlayır və məhz buna görə narahatdır. Sözü gedən proses bir günün işi deyil, amma istiqamət aydındır. Cənubi Qafqaz postimperiya mərhələsinə daxil olur. Zəmanətçilər kənara çəkilir. Dövlətlər isə öz məsuliyyətini öz üzərinə götürür. Naxçıvan bu baxımdan periferiyadan mərkəzə doğru hərəkət edir. Zəngəzur-Naxçıvan xətti yalnız nəqliyyat marşrutu deyil. Bu xətt imperiya sərhədlərinin çəkildiyi dövrün bağlanmasıdır. Moskva zəmanətçi rolunu itirir. Ankara bu rola artıq ehtiyac duymur. Bakı isə öz dövlət məkanını tarixdən qalma hüquqi qandallardan azad edir. Bu, xəritənin dəyişməsi deyil. Bu, xəritəni dəyişənlərin oyundan çıxmasıdır. Rusiya xarici siyasətində postsovet məkanına üstünlük verir və MDB, Avraziya İqtisadi İttifaqı və KTMT ölkələri ilə birgə layihələr həyata keçirilir. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib. Prezidentlər və baş nazirlər arasında əldə edilən razılaşmalara əsasən hər bir tərəfdaş ölkə ilə ticarət, iqtisadi və investisiya sahələrində, elmi əməkdaşlıqda, beynəlxalq səviyyədə, BMT-də və digər təşkilatlarda birgə fəaliyyətlərdə konkret planlar hazırlayırıq. Bu cür gündəlik işlər uzunmüddətli planlar əsasında qurulur və həm Rusiyaya, həm də tərəfdaşlarına birbaşa qarşılıqlı fayda gətirir. Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə irəli sürdüyü Avrasiya təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsünə getdikcə daha çox ölkə maraq göstərir. Qitənin bütün ölkələrinin iştirakı ilə təhlükəsizliyin təmin edilməsi ideyasının maddi əsasa, təmələ söykənməsi çox vacibdir. Mən həmin böyük Avrasiya tərəfdaşlığından danışıram. Onun formalaşması prosesi artıq başlayıb. O bildirib. Yüksək vəzifəli rəsmilər arasında danışıqlardan sonra Azərbaycan və İran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edir. Bunu İranın mədəni irs, Turizm və Əl İşləri Naziri Rıza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə deyib. Nazir bildirib ki, İran prezidenti Məsud Pezeşkiyanla birlikdə Azərbaycana səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev sərhəddəki vəziyyətə reaksiya ilə bağlı müsbət vədlər verib. Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır. Ermənistanla sərhəddəki Əlican keçid məntəqəsinin açılışına geri sayım başlayıb. Bu barədə Yaşıl Iğdır qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində ən vacib körpülərdən birinə çevriləcək Əlican sərhəd keçid məntəqəsinin açılışına hazırlıqlar sürətlənib.